Bakıda vətəndaşın boynuna şalvarının kəmərini bağlayıb əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin Cinayət İşi üzrə məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən Aydın Qurbanov 5 il, Turan Rufullayev isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxslərdən Aydın Qurbanovun 9 il, Turan Rufullayevin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. Qeyd edək ki, aparılmış istintaq zamanı müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan Eynur adlı şəxslə birlikdə əzab vermə cinayətinin törədilməsi barədə razılaşaraq cinayət əlaqəsinə giriblər. Belə ki, 2024-cü ilin may ayının əvvəllərində TikTokda Elşən İbrahimovla Eynur adlı şəxs arasında mübahisə yaranıb. Onlar Elşən İbrahimovun mübahisənin həll olunması üçün yaxınlıqda yerləşən çay evlərinin birinə getmək məqsədi ilə avtomobilə dəvət ediblər. Elşən həmin avtomobilə əyləşib. Həmin gecə saat 02:30 radələrində Elşənin yanında arxa oturacaqda əyləşmiş Aydın Qurbanov əynində olan şalvarının kəmərini çıxararaq onun boynuna keçirərək sıxaraq bağlayıb. Aydın yol boyu kəmərdən tutaraq mütəmadi dartmaqla Elşəni boğaraq güclü fiziki ağrı və psixi istirablar verməklə qəddar, ləyaqətə alçaldan və qeyri-insani rəftar və davranışa məruz qoyub. İttiham haqqında göstərilib ki, Aydın Elşən İbrahimovun ünvanına qardaşlarımı və qardaşlarımın doğmalarını söyəni it kimi tutmuşam. Mənim adım Aydındır, Gəncəliyəm. Bax, it kimi gəzdirirəm. İt kimi, hamı görsün, hamı da bugün görəcək sözlərini səsləndirib. Bu zaman Eynur adlı şəxs bunu öz mobil telefonu vasitəsilə TikTokda canlıda göstərərək paylaşıb. Bundan başqa Aydın Qurbanov və Turan Rufullayev satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satmaqda da ittiham olunurlar. Belə ki, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev 24 iyun günorta radələrində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətiriliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü, yəni bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik təşkilat tərəfindən əzab vermə, 234.4.3-cü, yəni satış məqsədi ilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama və 234.4.1-ci, yəni narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi, xüsusilə küllü miqdarda törədildikdə maddələrlə ittiham rəis sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.